Əziz, değerli, hörmətli qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyədir, bir nəsihətdir. Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi, sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və necə bilirsiniz, Allah Taala insanları və cinləri ibadəti üçün xəlq edib. Özünün buyurduğu kimi, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Həqiqətən mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün xəlq etdim. Və bəndələr Rəblərinin ibadətində eyni olmadıkları üçün, bərabər olmadıkları üçün, şəriətdə gələn əhkamları hamısı eyni yerinə yetirmədiyi üçün, öz hikmətindən Allah Taala ibadətləri növ-bönöv edib. Növlü edib, bir növ etməyib ibadəti. Hökmə görə fərqləndirib, bəzi ibadətləri vacib edib, bəzisini müstəhəb edib, fərqləndirib ibadətləri vaxta görə, zamana görə, bəzi ibadətləri günlük edib, gün ərzində edilir, bəzisini həftədə edib bir dəfə, bəzisini ildə bir dəfə və fərqləndirib səbəbinə görə. Ayın tutulması, güneşin tutulması ayrı bir ibadettir. İstihare namazı ayrı bir ibadettir. Ve böylece diğer ibadetler fərqləndirib, hətta fərqləndirib öz-özlüyünə görə, ibadetin özəlliyinə görə, bəzisini malda edib, zekat kimi, sədəqə kimi, bəzi ibadetləri dinlə edib, Allah Taala'nın kitabını oxumaq kimi, Allah'ı zikr etmək kimi, bəzi ibadetləri qəlblə edib, düşünmək, dərk etmək üçün, fikirləşmək üçün. Əfələ yanzuruna iləl ibli keyfə xuliqat. Məgər onlar baxmırlar dəvə necə xəlq olunub. Və ilət səmai keyfə rufiat. Səma necə ucaldılıb. Və iləl cibəli keyfə nusibət. Dağlar necə möhkəmlədilib, qərar tutulub. Və iləl ardı keyfə sutihət. Və yeryüzü necə döşənib. Əksinə, müsəlmanın etdiyi əməllər, hansı ki bəzən o əməllər adətdən edilir, adətən yerinə yetirilir, ruzi axtarmaq kimi, dost, qardaşı ziyarət etmək kimi, xəstəyə baş çəkmək kimi, həyat yoldaşı ilə müamilə kimi, ailəyə, övladlara sevinç gətirmək kimi, nə əməllər varsa həyatında, bəzən niyyətinə görə Allah Taala edib ki, o adətlər ibadətə çevrilir. Əgər qəsdi Allah'a yaxınlaşmaqdırsa, o əməlləri ibadət olsun deyə niyyət edib yerinə yetirirsə, Allah Taala onları ibadətə çevirir. Ona görə həmd et Allah Taalaya, əzəldən və sonra necə səxavətlidir, əvəzsiz əta edəndir, məğfirəti genişdir. Ona görə hər bir mükəlləf əməllərini etdikdə niyyəti Allah'a yaxınlıq olmalıdır. Əməlləri hətta adət olsa belə, gündəlik ediləcək əməllər olsa belə, niyyətini yaxşı etsin ki, Allah Taala'nın bu ayəsinin hökmünə düşsün. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil ələmin. De, mənim namazım da, ibadətim də, ölməyim də, dirilməyim də aləmlərin Rəbbi olan Allah üçündür. Və bu ibadətlərdən, hansı ki danışmaq istəyir biri, Allah Taala onu müstəhəb edib, vacib etməyib, xeyr. Lakin rəğbətləndirib və təriflər deyib, o ibadətin şəninə, əhlinə, öz kəlamında, Peyğəmbərinin sünnəsində, o ibadət hansı ki təsiri, səmərəsi, bəhrəsi əzəmətlidir, sahibi üçün həm hissi, həm mənəvi, o ibadət gecə namazıdır. Hansı ki Allah Taala mədh edir, o ibadəti mədh edir əhlini, innəl muttəqinə fi cənnətin və uyun, əxidinə mə ətəhum rabbuhum, İnnəhum kənu qablə dəlikə muhsinin. Şübhəsiz ki, müttəqilər, yəni Allah'tan qorxanlar, cənnət bağçalarında və bulaqlar başında olacaqlar. Öz Rəblərinin verdiyindən götürəcəklər, alacaqlar. Həqiqətən, onlar bundan əvvəl də yaxşı işlər görən adamlar olmuşlar. Rəğbətləndirib öz Peyğəmbərini, elçisini, Yə eyyuhəl muzzəmmil, qumil leylə illə qalilə, nisfəhu əvun qus minhu qalilə, əv zid aleyhi və rattilil Qur'anə tərtilə.
ey libasa bürünmüş veya libasla örtünmüş, kalk. Gecenin az bir hissəsi istisna olmaqla namaza dur. Onun yarısını yaxud ondan biraz əskilt veya artır. Kur'an'ı da aramla oku. وَمِنَ اللَّيْلِ فَتَهَجَّتْ بِهِ نَافِلَةً لَكَ عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا. Gecenin bir vakti uyanıp ancak sana məxsus namaz kıl. Ola bilsin ki veya mümkündür ki Rabbim buna göre seni tarife layık bir məqama yükselsin. وَمِنَ اللَّيْلِ فَسْجُدْ لَهُ وَسَبِّحُ لَيْلًا طَوِيلًا. Gecenin bir hissesinde ona secde et ve gecede uzun müddet veya secdede uzun müddet onun şənine təriflərdir. وَمِنَ اللَّيْلِ فَسَبِّحُ وَاَدْبَارَ السُّجُودِ. Gecenin bir vaktinde ve secdeden sonra onun şənine təriflərdir. وَمِنَ اللَّيْلِ فَسَبِّحُ وَاَدْبَارَ النُّجُومِ. Gecenin bir vaktinde ve ulduzlar batandan sonra onun şənine təriflərdir. Ve Peygamber sallallahu aleyhi ve sellem tabi olup bu emre, yerine getirip bu emri, ona göre de o əzəmətli məqam, o şərəfli dərəcə verilib ona. Baxmayaraq ondan qabaq da şərəfli məqamı var idi. Yüksək dərəcəsi var idi Rəbbinin yanında. Ayşə radiyallahu anhə, eləcə də Muğirə bin Şübə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecəni o qədər ibadətdə keçirərdi ki, ayaqları çatlayardı veya dabanları çatlayardı və bəzi rivayətlərdə gələrdi ki, şişərdi. Deyərdilər ki, ona limən tasnav hədə, niyə belə edirsən? وَقَدْ غَفَرَ اللّٰهُ لَكَ مَا تَقَدَّمَ مِنْ دَمِّكَ وَمَا تَأَخَّرَ. Allah sənin artıq keçmiş, gələcək günahlarını bağışlayıb. Nə gərəkdir buna? Deyər ki, əfələ əkunu əbdən şəkura. Deyər ki, istəmirsiniz ki, mən şükr edən bəndələrdən olum. Ona görə vəsf edir onu Abdullah ibn Ravaha radiyallahu anhu şeirində və deyir ki, وَفِينَا رَسُولُ اللّٰهِ يَتْلُوا كِتَابَهِ اِذَنْ شَقَّ مَعْرُوفٌ مِنَ الْفَجْرِ سَاطِعُ. Bizim aramızda Allah'ın elçisi var. O onun kitabını okuyor. Sübhün parlak ışığı yayıldığı zaman يَبِيتُ يُجَافِ جَنْبَهُ عَنْ فِرَاشِهِ اِذَا اسْتَثْقَلَتْ بِالْكَافِر۪ينَ الْمَضَاجِعُ. O geceler yatağından uzak olur, kalkır. Kafirler yataklarında rahat yattıkları vaxt, onlara yataklarından kalkmak ağır geldiği vaxt. Ona göre Kur'an ve sünneye baktıkta görürük ki gece namazının, onun əhlinin fəziləti üçün dərəcələrinin yüksək olmağı haqqında ne çok hadisler gelip. Ebu Hureyre radiyallahu anhu deyir ki, Peygamber sallallahu aleyhi ve sellem'den soruşuldu en əfsəl namaz hansıdır? Fərz namazlarından sonra dedi ki, afdalus salat ba'del ferida salatul leyl. Fərz namazından sonra ve fərz namazlarından sonra en əfsəl namaz gece namazıdır. Ve beyan edip Allah Teala eləcə də elçisi bu ibadetin şəninin əzəmətliyini ve Peygamber sallallahu aleyhi ve sellem ilk Medine'ye geldiğinde tövsiye ettiği namazdır. Necə ki Abdullah bin Salam radiyallahu anhu deyir ki, Peygamber sallallahu aleyhi ve sellem Medine'ye geldikdə insanlar ona doğru axışdılar sürətlə, onu qarşılamaq üçün ve mən də onların arasındaydım. Onun üzünü görüp tanımaq üçün çıxdım ve elə ki üzünə baxdım, başa düşdüm ki bu yüz yalan danışan değil ve en birinci danıştığı ve dediği dedi ki, eyyuhənnəs, ey insanlar, əfşus salam, salamı yayın, ve at'imut ta'am, yemək yedizdirin, ve sallu bil leyli ve nâsu niyam. İnsanlar gece yattığında siz namaz kılın, tedhulul cennete biselam, salamatlıkla cennete dahil olun. Eğer bu namazın əhlinin şərefi için bu bəs etmirsə, başka ne şəref axtarır? Ona göre de baksan, görərsən ki, bazı insanlar, onlar şərefi malda, nəsəbdə axtarsalar da, lakin əsl müminlər şərefi bu ibadətdə axtarıblar. Bu itaətdə axtarıblar, gece namazında axtarıblar. Çünkü şərəfdir, sahibi için neymətdir. Deyir ki, sallallahu aleyhi ve sellem, Cebrail yanıma geldi, dedi ki, ya Muhammed, dedi, ey Muhammed, iş məşit, yaşa nə qədər istəyirsən, fəinnəkə meyyitun, mütləq öləcəksən, və əhbib mənşit, fəinnəkə mufariqu, kimi istəyirsən sev, onlardan ayrılacaqsan, və əməl məşit, fəinnəkə mücəzim bih, nə əməl edirsən et, ona görə mükafatını alacaqsan, və ələm, ənnə şəraful mümin qiyamuhul billeyl, və izzuhu istiğnahu aninnas. Bil ki, müminin şərəfi gecə namazıdır və izzəti insanlara möhtac olmamağıdır. Ona görə gecə namazı elə əməldir ki, az olsa da əcri böyük, əzəmətlidir. Savabı
böyük Abdullah bin Amr deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, kim gecə namazını 10 ayətlə yerinə yetirərsə qafillərdən olmaz. Kim onu 100 ayə ilə yerinə yetirərsə Allaha itaət edənlərdən olar. Kim onu 1000 ayə ilə yerinə yetirərsə xəzinə əldə edənlərdən olar. Xəzinə əldə edənlərdən, yəni savab xəzinəsi. Ona gecə namazı insanı Rəbbinə yaxınlaşdırır. Bəndəni Allaha yaxın edir. Və fəziləti üçün bu bəs edir, əgər başqa bir fəzilət yoxdursa. Deyir ki, sallallahu aleyhi və səlləm Amr ibn Ambəsənin rəvayət etdiyi hədisdə qul Rəbbinə ən yaxın olduğu vaxt gecənin sonuna yaxın olan vaxtdır. Əgər bacarırsansa o vaxt Allahı zikr etməyə et. Və hədis də səhihdir. Və bəs edir ki, gecənin 1/3 qul əgər namaza qalxırsa, müvəffəq olur Allah Taala'nın dünyanın səmasına nazil olduğu bir vaxtda o ibadəti yerinə yetirməyə, onun şərəfi üçün bu bəsdir. Əgər başqa fəziləti yoxdursa gecə namazının, bu fəzilət kifayətdir ki, gecənin 1/3 Rəbbi nazil olur səmanın, yerin səmasına. Əbu Hurayra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Yənzilu Rabbuna təbarəkə və teala kullu leylətin ilə səməd dünya həttə yəbqa thuluthul leylil əxir. Rəbbimiz subhanahu və teala hər gecə dünyanın səmasına nazil olur. Gecənin son 1/3 qaldığında və deyir ki, mən yəd'uni əstəcibə ləh. Kim mənə dua edər, ona cavab verim. Mən yəsəluni fəuti. Kim məndən istəyər, ona verim. Mən yəstəğfiruni fəğfirə ləh. Kim məndən bağışlanma diləyər, onu bağışlayım. Belə davam edir, hətta fəcr doğana qədər, yəni hava açılana qədər. Və gecə namazının bəhrəsindən, səmərəsindən necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, Aleykum bi qiyamil leyl fə innəhu də'bus salihin. Gecə namazı qılın, o salihlərin məşğuliyyətidir, sizdən qabaqçı. Və qurbətun ilallah, və Allaha yaxınlıqdır. Və mənhətun anil ithmi və təkfirus seyyət. İnsanı günah etməyə mane olandır, günahların bağışlanmasıdır. Və mətradatun liddəi minəl cəsəd. Həmçinin cəsəddən xəstəliyi dəf edəndir. Xəstəliyi cəsəddən uzaq edəndir. Ona görə ən əzəmətli fəzilətindən, həmçinin ən əzəmətli səmərəsindən bu olmağı bəs edir insan, onu ilə məşğul olsun. Çünki əksər insanlar məhrumdur bu neymətdən, məhrumdur bu ləzzətdən və Rəbləri onlara heç də zülm etməyib. Onlar özlərinə zülm edib. Ondan özlərini məhrum etməklə, gecələri səhərə qədər oyaq qalıb əyləncədə keçirməklə, gündüzləri asilikdə keçirməklə və ən əzəmətlisi fərzləri itiriblər. Gecələri oyaq qalsalar da fərzləri itiriblər, səhlənkarlıq ediblər. Ona görə həris ol, sənə nə faydadır ona? Rəbbindən kömək dilə, aciz olma. Və Allah Taala səni nə vacib edib, onu yerinə yetirsən, haqları layiqincə versən, Allah Taala sənin üçün asanlaşdırar, köksünü geniş edər. Və ən əzəmətli bu ibadətə əməl etməyə layiq olan insanlar elm sahibləridir. Elm tələb edənlərdir. Ona görə xatırla Abdullah ibn Məsudun sözünü vəsf edəndə Quran əhlini, Quran sahiblərini deyir ki, ينبغي لحامل القرآن أن يعرف بليله إذا الناس نائمون. İnsanlar yattıqları vaxt Quran daşıyan gecəsini tanımalıdır. Ona görə İmam Əhmədin yanına elm tələbələrindən biri gəlir, onun yanında gecəliyir. İmam Əhməd onun üçün su qoyur, bir qabda yanına. Elə ki sabahladıqda görür ki suyu işlətməyib. Deyir ki, limə ləm təstəmil mə. Ne üçün sudan istifadə eləməmsən? Deyir ki, utandım və sakit durdum. Dedi ki, Subhanallah, mə səmitu bi sahibil hədisi la yaqumul leyl. Dedi ki, Subhanallah, hədis sahibinin gecə namazı qılmadığını heç eşitməmişəm. Başqa bir rəvayətdə deyir ki, kişi ona inni musafir. Mən səfərdəyəm. Deyir ki, İmam Əhməd, və in kunta musafira. Səfərdə olsam belə, məsruq həcc edib, hər gecəsini səcdədə keçirib. Ona görə Şeyxülislam İbn Teymiyyə bu hadisəni nəql edəndən sonra deyir ki, yukrahu li əhlil ilm tərku qiyamil leyl və inkanu musafirin. Elm əhli müsafir olsalar belə gecə namazını tərk etmək onların haqqında bəyənilmir. Gecə namazını qılmalıdırlar. Ona görə həris ol bu əzəmətli ibadətə. Allahdan dilə müvəffəqiyyət. Allahdan dilə ki, Allah Taala imanı səni sevdirsin. Səni zikr edənlərdən, Allahı zikr edənlərdən, onu xatırlayan bəndələrdən etsin. Haqqıyla onun ibadətini yerinə yetirənlərdən etsin. Allah Taala bizi gecə namazına dura bilən bəndələrindən etsin. Bizi rozuləndirsin öz kitabını oxumaqla, gecə, gündüz, günortanın bir hissəsində
bizi onu hakkı ilə oxuyub, ona əməl edənlərdən etsin. Allah Teala bizi əzəmətli xəzinə, savab əldə edən bəndələrindən yazsın. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Harda zəif müsəlmanlar varsa onlara kömək olsun. Xəstə müsəlmanlar varsa onlara şəfa versin. Acılarını doyursun. Ölkəmizi, digər müsəlman ölkələrini əminamanlıq diyar etsin. Əminamanlığını davam etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəmb fəstəğfiruhu innəhu huvel gafurur rahim. Lillahi rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl mursalin nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi. Ya'idukum la'allakum tezekkerun ve aqimus salah.